Səhər-səhər həmişə belə şeylər yeyin. Vitamin C. Amma ac qarın olmaz. Yaxşı olar ki, birinci neyinirsiniz? Su içirsiniz, isti su. Ardıcıl olaraq bütün orqan, yəni ayılandan sonra, bütün su dəyəndən sonra bütün orqana, daxili orqanlardan söhbət gedir. Ondan sonra gözəl belə vitamin C tərkibli apelsin. Yaxşı olar ki, bunun sıxılmış yox, belə təbiisini yeyəsiniz. Sıxılmış biraz müəyyən şeylər var ki, o ötürülmür, amma bunda dişləriniz həm dişlərinizə xeyirlidir. Yəni dişlərinizlə yeyirsiniz və dişlərinizin arasında olan mikro damarcıqlara da gedir bu. Oradan da soğurula bilir. Amma içəndə birbaşa bağırsağa gedir, mədə bağırsağa gedir. Yəni onun soğurulma prosesi biraz gec gedir. Gec getirir, yəni dişlərdən getmə daha yaxşıdır. Məsəl üçün, belə deyək də, yeyildikdə. Həm də dişlərinizi biraz səhər-səhər bərkidirsiniz. Aralarında olan, əgər nəsə yeməyə qalıbsa, nəsə qalıbsa, onlar da bu, məsəl üçün, bu turşu olan vitamin C tərkibli apelsin çıxardır. Yəni, məndən sizə gözəl həkim tövsiyəsi.